Lokal kompüter şəbəkələri. Başlayaq izahımıza. İlk öncə biz bilməliyik ki, şəbəkə nədir? Ondan sonra ərazi təsnifatına görə lokal və qlobal olaraq bölərik onu. Yadımızda saxlayırıq. Şəbəkə iki və daha çox cihazın biri-biri ilə informasiya mübadiləsi aparmaq məqsədi ilə əlaqələndirildiyi bir sistemdir. Burada məsələn biri kompüter, biri planşet, bir kompüter, bir proyektor, bir telefon bu formada ola bilər. Bu sadəcə şəbəkə sayılır. Əgər biz kompüter şəbəkəsindən danışırıqsa, kompüterlərin bir-birinə əlaqə qurduğu və məlumat mübadiləsi apardığı şəbəkədən söhbət gedir. Məsələn, hansısa bir böyük obyekt daxilində bir-birinə əlaqəsi olmayan kompüterlər varsa, buna da kompüter şəbəkəsi demək olmaz. Çünki adı üstündə şəbəkə məlumat mübadiləsi aparmaq məqsədi iləndir. İndi şəbəkəni niyə yaradırıq? Birinci dediyimiz məqsədi idisə, ikinci məqsəd qurğulara qənaətdir. Yəni eyni bir şəbəkədə tutaq ki, 4 dənə skaner və yaxud 4 printer alıb 4 kompüterə qoşmaqdansa, bir printeri növbəli şəkildə istifadə etmək şəklində 4 kompüterə qoşmaq olar. Bir də ki, dedik də, şəbəkə kompüterlər arası yaxud şəbəkəyə qoşulan cihazlar arası məlumat mübadiləsini aparmaq üçündür. Davam edirik. Lokal şəbəkənin üstünlükləri və mənfi cəhətləri var. Müsbət cəhətlərinin birincisi odur ki, yüksək səviyyəli rabitə xətlərindən istifadə etdiyi üçün həm ötürmə səhvlərinin səviyyəsi aşağıdır, həm də yüksək sürətlidir. Digər üstünlüklər. Şəbəkəyə qoşulmuş kompüterlərin sayının dəqiq təyin edilmiş sayda olması həm şəbəkənin maddi cəhətdən belə deyək, xərclərini azaldır, həm də eyni zamanda şəbəkənin idarə olunması tez və təsirli mexanizmlə icra olunur. Bunlar oldu lokal şəbəkənin üstünlükləri. Bəs mənfi cəhətləri yaxud çatışmazlıqlar hansılardır? Çatışmazlıqların birincisi odur ki, şəbəkəni qurmaq üçün bir və ya birdən artıq peşəkar mütəxəssislə, yəni administratora ehtiyac var. İkincisi, virusların yayılması üçün əlverişli mühitdir. Çünki şəbəkədə kompüterlərin bir-birindən birbaşa əlaqəsi var. Əgər birində virus varsa, digərinə ötürülmə riski var. Üçüncüsü, kompüterlərin yer dəyişməsi məhduddur. Bu hansı anlama gəlir? Yəni, yer dəyişmə olanda hər dəfə şəbəkəni yenidən qurmaq zərurəti yaranır ona görə. Bir də şəbəkənin yaradılmasında xərclərdir. Burada hansı xərclərdən söhbət gedir? Məsələn, şəbəkəni quranda yüksək keyfiyyətli rabitə xətlərindən istifadə etmək xərcdir. Sertifikatlaşdırılmış proqramlaşdırma sistemlərindən, proqram sistemlərindən istifadə etmək xərcdir. İşçiləri vaxtında məlumatlandırmaq üçün treninqlərə cəlb etmək xərcdir. Bütün bunlar hamısı birlikdə izafi xərclərdir. Davam edirik. Lokal kompüter şəbəkələri bir neçə əlamət üzrə təsnif olunub ki, növbəti səhifələrdə biz onlara tək-tək baxacağıq. Məsələn, ərazi təsnifatı, bir-birinə qoşulma qaydası, yəni topologiyasına görə, təyinatına, göstərdiyi xidmət sayına görə, idarəetmə prinsiplərinə görə, kabelin, yəni ödəmə mühitinin növünə görə və s. Belə müxtəlif təsnifatlar mövcuddur. Birinci növbədə biz sadə kompüter şəbəkəsinin elementlərini bilməliyik. Sadə kompüter şəbəkəsi 4 elementdən ibarətdir. Bir serverdir. Server idarə edən qurğudur, xidmət edən qurğudur. Öz resurslarını paylayan kompüterdir. Şəbəkə proqram təminatı yüklənmiş xüsusi kompüterdir demək olar. Serverə qoyulan tələb nədir? Serverdə xarici yaddaşın həcmi böyük olmalıdır. Eyni zamanda kompüterlər arası əlaqəsi mövcud olmalıdır ki, idarə etmə uyğun olsun. İşçi stansiya isə işin digər tərəfidir, klientdir, yəni şəbəkəyə qoşulmuş və hazır resurslardan istifadə edən tərəfdir. Buna o qədər böyük tələb qoyulmur, sadəcə kompüterlər arası əlaqənin olması kifayət edir. Şəbəkə administratoru dedik, şəbəkənin işlə nəzarət edən, şəbəkəni quran şəxsdir və şəbəkə əməliyyat sistemi lokal şəbəkənin proqram təminatıdır. Yəni, əgər server varsa, işçi stansiya varsa, şəbəkənin qurulmasının fiziki əsası var. Amma onun bir də proqram əsası var ki, o şəbəkə əməliyyat sistemidir. Şəbəkənin işini idarə edir, ümumi nəzarət mexanizmini qurur.
Davam edirik. Birinci təsnifat ərazi təsnifatıdır. Buna lokal və qlobal olmaqla ikiyə ayıra bilərik. Lokal şəbəkələr bu gün öyrənəcəyik. Qlobal inşallah gələn dərsdə bu barədə danışarıq. Lokal şəbəkələrin özünə məxsus bir neçə təsnifatla, özünə məxsus ərazi təsnifatı var. Birincisi onlardan MAN-dır. Əslində bəzi hallarda bu regional şəbəkəni lokal şəbəkədən ayrılırlar. Həqiqətdə də lokal şəbəkə məsələn 2-5 kilometr ərazidə ola bilər. Məsələn, qonşu tutaq ki, binaların ərazini əhatə edə bilərsə, bu MAN biraz daha böyük ərazini əhatə eləyir. Bir şəhər ərazisini məsələn əhatə edə bilər. Çünki iri holdinglərin böyük yaşayış məntəqələri miqyasında bir-birinə əlavə ofisləri birləşdirdiyi şəbəkədir. Regional şəbəkə də adlandırılır və ingilis dilində də MAN, yəni Metropolitan Area Network. Yəni ərazi əhatə etməsinə görə əslində lokal şəbəkələr daha çoxdur. Amma qlobal şəbəkəyə də çatmır. Belə bir məsələdir. Yenə də bunu istəsəz müstəqil, istəsəz lokal şəbəkənin tərkibində götürə bilərsiniz. Önəmli deyil o qədər də. Bir şəhər və böyük yaşayış məntəqəsi miqyasında bir neçə lokal şəbəkəni birləşdirən şəbəkədir. Şəkildə də görürsünüz hər şeyi tam aydın şəkildə. İri holdinglər üçün, məsələn, böyük ölçülü şirkətlər üçün məsləhətdir. İkincisi, Metropolitan Area Network-dən biraz ərazicə kiçik olan Campus Area Network-dür. Bu isə universitet, sənaye parkı, yenə nisbətən kiçik ölçülü holding, xəstəxana kompleksi kimi vahid bir belə deyək, ərazini birləşdirir. Məsələn, o bayaq dediyimizdə böyük bir şəhərin müəyyən nöqtələrində olan ofisləri birləşdirə bilərdisə, burada məsələn 3-5 hektar, 2 hektar ərazində universitetin ərazisi nə qədər ola bilər? O ərazidə nisbətən daha kiçik miqyaslı və kampus daxilində fakültələr, ofislər, laboratoriyalar və data mərkəzləri arasında əlaqəni təmin etmək üçün belə bir şəbəkə növümüz də mövcuddur. Campus Area Network gördüyünüz kimi. Üçüncüsü isə daha kiçik ərazidir. Personal Area Network. Bu isə 1-10, təxminən maksimum 15 metr məsafədə şəxsi istifadədə olan, yəni bir nəfərin şəxsi istifadəsi üçün nəzərdə tutulmuş cihazları birləşdirən şəbəkədir. Bunun hal-hazırda biz kabelli versiyasını görürük. Bir də nümunədə Bluetooth texnologiyasını göstərə bilərik. Bu onun kabelsiz versiyasıdır. Yenə də qısa məsafədə qurğular arasında əlaqəni təmin edir. Ona da deyirlər wireless PAN, yəni WPAN. Wireless özlüyündə simsiz deməkdir. Bu solda gördüyünüz isə PAN-dır. Personal Area Network, çünki gördüyünüz kimi sırf kabellərlə birləşir. Bu oldu lokal şəbəkənin özünə məxsus əlavə ərazi təsnifatı. İndi isə danışırıq mərkəzləşmiş idarəetmə prinsiplərinə yaxud da qarşılıqlı fəaliyyət üsuluna görə lokal şəbəkə növləri. Bölünür iki yerə. Birincisi server-based-dir. Buna deyərlər seçilmiş serverli. Bu tipli şəbəkədə şəbəkənin idarə olunması mərkəzi server tərəfindən idarə olunur. Gördüyünüz hal-hazırda şəkildə. Buna bir növ deyərlər klient-server texnologiyası. Klient-server texnologiyasında klient, yəni burada gördüyünüz işçi stansiyalar, bəzən də ona terminal deyirlər. Terminal klientə məxsus olan fərdi kompüterdir. Görürsünüz, bunlar terminal sayılır. Mainframe isə, yəni mərkəzdə duran kompüter isə informasiyanın emalının məsələlərini həll etmək məqsədilə ayrılan bir və ya bir neçə güclü kompüter, yəni kompüter serverlər ola bilər. Bu kitabın çox kiçik bir küncündə qeyd olunub, amma dövlət qulu qəbulunda bir neçə dəfə mən bu sualı görmüşəm. Ona görə istəyirəm biləsiniz. Terminal klientə, yəni müştəriyə məxsus fərdi kompüter, mainframe isə yaxud kompüter server isə informasiya emalının həyata keçirilməsi üçün lazımdır. Bir və ya bir neçə güclü kompüter sayıla bilər. Digər növümüz isə peer-to-peer-dir. Bu şəbəkədə bütün kompüterlər gördüyünüz kimi eyni hüquqludur, mərkəzi abonent yoxdur, şəbəkənin dayanıqlı etibarlılığı yüksəkdir. Hər bir kompüter digər kompüterə heç bir əlavə vasitəçiyə ehtiyac duymadan birbaşa əlaqə saxlaya bilir və məlumatı ötürə bilir bu formada. Davam edirik növbəti səhifə ilə. Burada əsas və əlavə şəbəkə avadanlıqlarının siyahısını görürük. Belə ki, qəbulda bəzən sual düşür ki, aşağıdakı avadanlıqlardan hansı əsas avadanlıqlardır, hansılar isə əlavə avadanlıqlardır. İndi onlar haqqında yavaş-yavaş biz
danışacağıq. Əsas avadanlıqların birincisi bayaq haqqında danışdığımız serverdir, öz resurslarını paylayan kompüter. Digəri işçi stansiyadır, dedik klient də demək olar ona. Paylanmış resurslardan istifadə edən kompüterdir. Digərləri isə şəbəkə kabelləridir. Bu günə qədər biz onu şəbəkə kabeli olaraq tanıyırdıq. Bugündən sonra bilin ki, digər adı ilə qarşımıza çıxacaq. Buna nə deyərlər? Ötürmə mühiti. Testlərdə ötürmə mühiti ifadəsini tez-tez görəcəksiniz. Ötürmə mühiti görəndə bil ki, söhbət kabeldən gedir. İndi orada da bəzi məqamlar var. Biz deyəcəyik, hansı kabellər var, onlardan danışacaq birazdan. Növbəti şəbəkə adapteridir. Şəbəkə adapteri şəbəkə kartıdır. Yadınıza gəlirsə, biz bu mövzunu artıq bir dəfə danışmışıq. Yəni, yadınıza gəlmirsə də göstərim sizə, bir yadımıza salaq o məsələni. Aparat təminatı mövzusunda bu məsələdən danışmışdıq. Demişdik ki, şəbəkə adapteri düzdür, periferiya hissəsinə aiddir, amma önəmli qurğulardan biridir. İnterfeys platası, network interface kart kimi də qarşımıza çıxa bilər. Və təyinatı nədən ibarətdir? Bizi lokal və yaxud da qlobal şəbəkəyə qoşar və orada məlumat mübadiləsi aparmamıza kömək eləyir. Bununla yanaşı, şəbəkə adapterinin 3 növü var idi konstruktiv olaraq. Daxili, yəni slotla birləşən, xarici, yəni USB portu ilə olan və quraşdırılmış ana plataya birbaşa bağlı gələn versiya. Bugün nədən danışırıq? Bugün isə biz şəbəkə adapterinin birazdan daha fərqli bir, belə deyək, bölmədən ona bir baxış eləyəcəyik. O da birazdan danışılacaq. İndi server və işçi stansiya haqqında kifayət qədər danışıldığı üçün istəyirəm şəbəkə kabelləri ilə davam edeyim, yəni ötürmə mühiti. Kompüterlər arası informasiya mübadiləsini aparan rabitə xətləridir. Bəzən hava ilə çəkilən, bəzən yeraltı kabellərlə çəkilən, bəzən isə birbaşa kabelsiz, yəni radio əlaqələrlə, peyk əlaqə radio kanalları ilə olur. Yəni sırf birbaşa kabellə yox, siqnallarla əlaqələnir. İndi biz rabitə xətlərini 3 yerə böləcəyik. Söhbət kabelli versiyadan gedir. Burulmuş cütlər, koaksial kabel və fibr optik kabel. Birinci növbədə burulmuş cütlər. Twisted pair. Burulmuş cütlər 408 ədəd naqildən ibarətdir. Belə ki, falqalı və falqasız olmaqla, yəni qorunan və qorunmayan versiyaları var. Qorunan versiya STP-dir, yəni shielded. Qorunmayan versiya isə unshielded adlanır. Ortaq cəhətləri odur ki, hər ikisi 408 ədəd naqildən ibarətdir. Hər ikisi maksimum keyfiyyətli 100 metr məsafəyə ötürmə təmin eləyir. Fərqli cəhətləri odur ki, məlumatı ötürdüyümüz mühit xarici təsirlərə, xüsusilə elektromaqnit sahəsinin təsirinə məruz qalırsa, və yaxud digər fiziki təsirlərə məruz qalırsa, o zaman falqalı qorunan versiyadan istifadə olunar. Yox, əgər elə bir mühitdə çəkmisənsə, əlavə təsiri yoxdursa, o unshielded, yəni qorunmayan burulmuş cütdə ola bilər. Ulduzvari və halqavari topologiyada istifadə olunub. Düzdür, hələ ki biz o barədə danışmamışıq. Ümumi şəkil formasını sizə deyim. Halqavari topologiya budur, gördüyünüz. Ulduzvari topologiya isə, bax, indi onu da görəcəksiniz, budur. Yəni, ulduz və halqa topologiyasına istifadə olunur deyəndə belə təsəvvürünüz olsun. Burada çox maraqlı bir məqama toxunduq. Biz dedik ki, maksimum 100 metr məsafəyi keyfiyyətli ötürə bilir. Bəs əgər 100 metrdən çox ötürəcəmsə, onda necə? Onda bizim belə bir qurğuya ehtiyacımız var. Repeater, yəni təkrarlayıcı. Birazdan o haqda geniş danışacağıq. Təkrarlayıcı nədir? Məsələn, 160 metr məsafəyə ötürmə aparmaq istəyirəm. 90 metrdə, 80-də, elə 100-də də problem yoxdur. Mən bir repeater, yəni təkrarlayıcı qoyuram. Bunun işi aldığı siqnalı gücləndirərək davamına ötürməkdir. Məsələn, A nöqtəsi ilə B nöqtəsi arasında 160 metr məsafə var. Mən 90 metrdən sonra bir dənə repeater qoyuram. Qalan da 70 metrə normal qaydada ötürə bilir. Yəni, bu kabellər maksimum 100 metrə keyfiyyətli ötürür. Ondan sonra artıq ötürmənin sürəti və keyfiyyəti aşağı düşür. Davam edirik növbəti kabellə. Bu isə koaksial kabeldir. Mərkəzi mis naqil üzərində qurulan bu kabel əsasən şin topologiyasında istifadə olunur. Yeri gəlmişkən şin topologiyası deyəndə söhbət nədən gedir? Bax, bu ekranda gördüyünüz topologiya təxmini şin topologiyasıdır. Şəbəkə mərkəzi kabel üzərində qurulur. Birazdan onu danışacağıq.
Və koaksial kabelin əsas üstünlüyü təkrarlayıcıdan bayaq dedik, repeater var idi. Məsələn, 90 metrdən sonra qoymuşduq. Bu dəfə onu qoymağa ehtiyac yoxdur. Təbii ki, ehtiyac var, amma müəyyən məsafədən sonra da. Bu kabel mərkəzi misnaqilin diametrinə görə yoğun və nazik koaksial kabel olmaqla bölünür. Belə ki, nazik koaksial kabel mərkəzi misnaqilin diametri əgər yarım santimetrdirsə, yox, əgər 1 santimetrdirsə yoğun koaksial kabeldir. Ötürmədə də fərq eləyir. Nazik koaksial kabel maksimum 200 metrə, digər qalın olan isə 500 metrə qədər ötürə bilir. Qiyməti digərindən bahadır, yəni o qurulmuş cütdən və ölçüsü biraz sərt olduğu üçün çox istifadə olunmur son dövrlərdə. Bu bizim koaksial kabel idi. İndi isə danışırıq növbəti kabelimizdən. Bu isə fiberoptikdir, son illərin ən məşhur kabeli. Optik lifli kabel axın işıq siqnalları şəklində həyata keçir. Burada mikroskopik dərəcədə yaxınlaşdırmışam. Yəni burada şəkli siz onu yaxın görürsünüz, amma o insan saçı teli qədər nazik olur. Bir modalı və çox modalı növü var. Bir modalı nisbətən uzaq məsafə üçün, yəni 100 kilometr məsafə üçün, çox modalı isə az, yəni 2 kilometr məsafə üçün nəzərdə tutulur. Sürətinin yüksək olması təbii ki, onun ən üstün cəhətidirsə, qiymətinin baha olması və sıradan çıxanda onu normal qaydada, dədə-baba qaydası ilə bir-birinə birləşdirmək olmur, xüsusi cihazla birləşdirmək olar. Necə ki, burulmuş cütlər, eləcə də bu kabel halqavari və ulduz topologiyasında istifadə olunur. Deməli, şin topologiyasında yalnız hansı kabeldir? Bizim koaksial kabelimizdir. Görürsünüz hal-hazırda onun ekranda. Və biz axı əsas şəbəkə avadanlıqlarından danışırdıq. Deməli, indi növbəti nədən danışmalıyıq? Şəbəkə adapterindən danışmalıyıq. Şəbəkə adapteri kompüterləri daha doğrusu ötürmə mühitinə, yəni naqilləri birləşdirmək üçün nəzərdə tutulan qurğudur. O qurğu vasitəsilə biz dedik, şəbəkədə məlumat mübadiləsi aparırıq. Bugün öyrənirik ki, şəbəkə adapterləri 3 əsas xarakteristikaya malikdir. Məsələn, biz şəbəkə adapteri alanda 3 önəmli məqama diqqət etməliyik. Birinci məqam budur. Bizim şəbəkə adapterimiz kompüterdə hansı şinə necə taxılır? Məsələn, ISA şini üçün ayrı adapterləri var, ESA üçün ayrı və s. İkinci xarakteristika şəbəkənin ötürmə sürətidir. Əgər məlumatın ötürülməsi üçün yüksək sürətli şəbəkə adapterinə ehtiyac var, onda gərək biz 64 bitli versiya alaq. Yox, nisbətən aşağı sürət, onda 32 bitlik kifayət eləyər. Yəni, bu mərtəbələr şəbəkəsinin sayına görə xarakteristikasıdır. Üçüncü xarakteristika isə yaradılan şəbəkənin topologiyasına görədir. Məsələn, Ethernet şin topologiyası üçün olan adapterdir, ARCnet və TokenLink. Yəni, şəbəkə adapterini alanda o topologiyaya da diqqət edirik. Məsələn, bizdən soruşurlar, sən bunu hansı topologiya üçün alırsan? Şin üçünmü, ulduz yoxsa halqa topologiyası üçünmü? Hər birinin bir-birindən qiymətlərində və digər xarakteristikalarında fərqi olur. Bir sözlə, şəbəkə adapterlərinin gördüyünüz kimi 3 dənə belə fərqli nümunələri var, yəni xarakteristikaları qeyd olunur. Əsas avadanlıqlar yekunlaşdı. İndi keçirik əlavə avadanlıqlara. Əlavə avadanlıqlar hansılardır? Onlardan yavaş-yavaş danışmağa başlayaq. Deməli, əlavə avadanlıqlar ümumilikdə belə siyahı şəklində baxaq, sonra tək-tək onlara yanaşarıq. Hub olacaq, danışacağıq. Gülsayın əlim sürüşdü. Hub'dır, switch'dir, UPS, modem, router, gateway, şlüz, yəni connector, bridge, körpü, transceiver, terminator və repeater kimi qurğulardır. Bunlar bizim əlavə şəbəkə avadanlıqlarımızdır. İndi gəlin yavaş-yavaş əlavə avadanlıqlardan başlayaq. Birincisi UPS-dir, Unit Power System. Bu bir növ bizim notebookların necə ki bateriyası var, informasiyanı kompüter elektrik enerjisiyə bağlı olmasa belə onu enerji ilə təmin edir. Eləcə də UPS belədir. Amma fərdi kompüterdə biraz məsələ başqa cürədir. Fərdi kompüter bir çox vaxtlarda elə birbaşa elektrik enerjisinə bağlı olur. Bunu onun üçün qoyurlar ki, bəzən məsələn qəfildən elektrik enerjisi kəsilir və bu kəsinti zamanı informasiya təhlükəsizliyi artıq informasiya təhlükə altına düşür, belə deyək, cümləni belə qursaq yaxşı olar. Onda müvəqqəti olaraq o
kompüterə şərait yaradır ki, 5, 10, 15, 20 yarım saat ərzində aktiv qalsın, enerji bitənə qədər təbii ki, və o vaxt ərzində biz məlumatların təhlükəsizliyini təmin edə bilək. Yəni bildiyiniz sadə dilə gətirsək bu powerbankdır. Yəni powerbank necə işləyir? Bu da eyni qayda. Növbəti qurğu modemdir. Artıq bu barədə də bizim köhnə dərslərdə məlumatımız var. Modem telefon xətti ilə informasiyanın ötürülməsinə imkan verir. Eyni zamanda rəqəmsal informasiyanın analoqa, analoqun rəqəmsala çevrilməsinə kömək eləyir. Hətta bunun da bilinməsi önəmlidir ki, rəqəmsaldan analoqa çevirməyə sadəcə modulyasiya, analoqdan rəqəmsala çevirməyə isə demodulyasiya deyilir. Hətta bu da önəmli məsələdir. Modem haqqında daha uzun danışmayacağıq. Bu qədər bizim üçün kifayətdir. İndi isə danışırıq növbəti qurğudan. Şəbəkə konsentratoru, hub yaxud da qovşaqdan. Bu qurğu mərkəzi qovşaq rolunu oynayır. Ulduz topologiyasında, görürsünüz bu ulduz topologiyasıdır. Ulduz topologiyasında düyün nöqtələrini birləşdirmək üçün nəzərdə tutulur. Burada hub'ın bir çatışmayan cəhəti var. Bu nədir? Hub MAC adresləri tanımır. MAC adresləri nədir? Biz onu qlobal şəbəkədə öyrənəcəyik. Şifahi məlumat verim ki, MAC adreslər kompüter istehsal olunanda ona verilən standart addır. Sabitdir, dəyişmir. Necə ki, biz dünyaya gələndə bizə verilən ad, əgər sonradan biz onu yerib asan xidmətə dəyişməsək, bir ömür boyu bizim üstümüzdə qalır da, düzdür? Eyni qaydada da MAC adreslər kompüterlərin adlarıdır. Və bu qurğu MAC adresləri tanımadığı üçün tutaq ki, bir kompüter digər bir kompüterə məlumat göndərmək istəyir bunun köməyi ilə. Bu aldığı məlumatı digər kompüterlərə də ötürür. Çünki hara göndərəcəyini bilmir. Bu zaman ötürmə zamanı iki siqnalın toqquşması bir ehtimalı var. Həmin ehtimalda da nə baş verir? Kolliziya baş verir. Kolliziya siqnalların toqquşması deməkdir. Kolliziya zamanı nə olur? Şəbəkəyə qoşulan kompüterlər informasiya ötürməsini müvəqqəti olaraq dayandırır. Yaxşı, bəs bu şəbəkədə məlumatın vahid mərkəzdən hamısına ötürülməsi necə adlanır? Buna isə deyərik broadcasting. Broadcasting termini şəbəkə üzrə qoşulmuş bütün kompüterlərin məlumatın ötürülməsidir. Belə, intellektual olmayan hub haqqında bu qədər. Hub'ın intellektual versiyası isə switchdir. Switch qurğusu kompüterlərdə, kompüter şəbəkələrində daha doğrusu əlaqənin yaradılması üçün bir çevirmə qurğusudur, bir keçirmə qurğusudur. Hub'dan fərqli olaraq MAC adresləri tanıyır və göndərilmiş məlumatı təyinatı üzrə göndərə bilir. Yəni, yalnız lazım olan kompüterə göndərə bilən ağıllı paylaşıdır. Bunda necə eləyir? MAC adresləri tanıyır və məsələn, bu kompüter bura məlumat göndərmək istəyəndə məlumat mərkəzə gəlir və təyinatı üzrə ötürülür. OSI modelini keçəcəyik, OSI modelini. O modeldə bu switch qurğusu yalnız və yalnız ikinci səviyyədə, yəni kanal səviyyəsində işləyir. Switch'in özünə məxsus iki növü var. Bu switch böyük anlayışdır. Switch'in iki növü var. Bunların birincisi bridge'dir. Bilirsiniz də məşhur qəbul sualınızdır. 2026-cı ilin birinci cəhdi. Hamının sevdiyi sual idi. Demək olar, hamı o suala düzgün cavab verib. Çünki çox illik düşən sual idi. Bridge nədir? Gördüyünüz kimi burada bir ayrı şəbəkə var. Kompüterlər vahid mərkəzə birləşir. Burada isə ardıcıl birləşir halqa formasında. Bridge qurğusu müxtəlif topologiyalı. Bunun topologiyası ulduzdur, bununki halqadır. Amma eyni protokollu şəbəkələri əlaqələndirir. Ya da protokol nə deməkdir? Protokol kompüterlərin biri-biri ilə ünsiyyət dilidir. Yəni, məsələn, eyni bir rabitə xəttinə bağlı olan bütün kompüterlər vahid qaydalar əsasında bir-biri ilə birləşir. Ona görə buna deyirlər, eyni protokoldan istifadə edir. Proses necə gedir bridge-də? Yəni, körpü necə eləyir? Şəbəkə segmentləri. Bu şəbəkənin bir segmentidir, yəni bu bir parçasıdır. Bu da başqa bir parçasıdır. Bu parçalar arasında məlumat paketlərini MAC ünvanlarına əsasən filtrasiya eləyir. Yəni, hansına nə qədər lazımdır göndərmək məqamında. Sonra şəbəkə trafikini azaldır və performansı artırır. Bu bridge haqqındadır. Altdakı cümlə məsələnin məğzini duymaq üçündür. Yuxarıdakı cümlə isə qəbulda düşə biləcək sualı cavablandırmaq üçündür. Bridge-dən başqa switch-in bir növü də var. Bu isə routerdir, yaxud da marşrutlayıcı deyə bilərsən. Router isə həm topologiyası müxtəlif, həm də protokolu müxtəlif şəbəkələrə əlaqələndirir. Yəni, məsələn, gördüyünüz kimi bu tərəfdə ayrı bir
kompüter şəbəkəsi var. Bu ayrı bir haba bağlıdır. Bu ayrı haba bağlıdır. Yəni bu o deməkdir ki, burada rabitə xəttinin protokolu fərqlidir. Yəni kompüterlərin bir-biri arasında ünsiyyəti fərqlidir. Bu tərəfdə isə fərqlidir. Ona görə də router həm topologiyası, həm də protokolu müxtəlif şəbəkələri əlaqələndirir. Və protokol yönümlüdür. Çünki protokolla işləyir. Əsasən IP protokolundan işləyir. Statik və dinamik olur. Statik bilirsiniz də sabit deməkdir. Statiklər, yəni statik routerlərdə şəbəkə administratoru marşrut, yəni məlumatların ötürülmə cədvəlini özü daxil eləyir. Dinamikdə isə marşrutlayıcı onu özü seçir. Hansı səviyyədədir? Bax, bu ən çox önəmli məsələlərdən biridir. Qəbula bir neçə dəfə düşüb. OCI modelinin yalnız şəbəkə səviyyəsində işləyir. Router. Növbəti qurğumuz şlüzdür. Şlüz nədir? Nisbətən routerə bəzi ifadələrdə oxşuyur, şəbəkə keçidi ya da gateway adlanır. Amma məqsəd burada eyni deyil. Məsələn, routerdə məqsəd nə idi? Router müxtəlif protokollu şəbəkələrə əlaqələndirirdi. Əsasən də yönləndiricidir. Yəni siqnalı alırdı və yönləndirirdi qurğuya. İnternetdə alınan siqnalları alıb qurğulara yönləndirirdi. Müəyyən anlamda şlüzlə router bəzi hallarda bir-birini əvəz də eləyə bilir. Sadəcə olaraq birbaşa məqsəddən söhbət gedirsə, şlüzün əsas məqsədi iki müxtəlif protokollu şəbəkə arasında əlaqəni təmin etməkdir və onlar arasında bir növ tərcüməçilik funksiyasını icra edir. Tərcüməçilik funksiyasını. Burada söhbət nədən gedir mənsə biraz məsələni tam aydın danışım. Və diqqət edirsinizsə, bu IP ünvanını görürsünüz də. Bu IP ünvanına bağlı olan kompüterlər var. Burada mən işarələyirəm onları. O gördüyünüz hissə fərqli bir kompüterlərdir. Yəni ayrı bir hissədir. Niyə mənim ekran yazanım belə elədim mən? Deyəsən bu dəfə düzəlir. Hə. Hardasa düzəldi, problem yoxdur. Hə, təkrar edirəm. Deməli gördüyünüz kimi bu kompüterlərin hər biri, görürsünüz də, ayrı bir IP adresə malikdir. Bu tərəf kompüterlər isə öz növbəsində fərqli bir IP adresə malikdir. Deməli, bu şlüzün əsas funksiyası ortada tərcüməçilik rolunu oynayır. Bir şəbəkə ilə digər şəbəkənin əlaqəsini təmin edir. Növbəti addımda isə bəli, bu qurğu eynən router kimi qoşduğu lokal şəbəkələrin qlobala çıxışını da təmin edir. Mən dedik ki, burada məqsəd nədir? Hər ikisi, yəni routerdə, şlüzdə müxtəlif protokollu şəbəkələri əlaqələndirir. Bəli, ortaq cəhətləri odur. Məqsəd fərqlidir. Məqsəd istifadəçini birbaşa internetə qoşmaqdır. Amma gateway-də əsas məqsəd nədir? Gateway iki müxtəlif protokollu, iki müxtəlif dildə danışan şəbəkəni bir-biri ilə əlaqələndirməkdir. Aydındır. Və çox vaxt qəbulda sual verəndə ki, məsələn, müxtəlif protokollu şəbəkələr arasında əlaqəni təmin edir, heç vaxt cavabda həm şlüz, həm də router olmaz. Çünki o tələbədə fikir yayınıqlığı yarana bilər. Yəni bu olacaq ya cavabda ya da o olacaq. Aydındır. Məsələn, bridge-lə heç vaxt səhv salmırsan. Çünki bridge-də bilirsən ki, müxtəlif topologiyalı, amma eyni protokollu olmalıdır. Aydındır. Onu səhv salma ehtimalı yoxdur. Növbəti qurğularımız şəbəkə kartı və sırası ilə transiverdir. Bu qurğular bir-birinə çox oxşayır. Testlərdə, yəni özünüz də görə bilərsiniz, qarışdıra bilərsiniz. Baxın, əslində fərqli qurğulardır və sadəcə olaraq belə deyə, həm bir-birinə yaxın yerləşirlər, həm də adlar bir-birinə oxşur deyə çətindir. Baxın, connector bu şəffaf ucluğa verilən addır. Görürsünüz burada hal-hazırda şəffaf ucluqlar var. Bunlar konnektor sayılır. Yəni nazik kabelləri şəbəkə kartı ilə birləşdirmək üçün lazım olan kabellərdir. Bu konnektordur. Bunun da ən belə geniş yayılan versiyası RJ45-dir. İkincisi isə transiverdir. Transiver işçi stansiyanı mərkəzi yoğun koaksial kabelə birləşdirmək üçündür. Sözün özü transmit və receive, yəni göndərmək, qəbul etmək sözlərindən yaranıb və burada diqqət edirsən, nazik kabel ifadəsi varsa bu konnektordur, yoğun koaksial kabel varsa transiverdir. Onu qarışdırmırsınız. Biraz daha belə ətraflı bir şəkildə də sizə göstərə bilərəm bunu. Və bu şəklə diqqət eləyin. Və bu gördüyünüz lap belə mərkəzi yoğun koaksial kabeldir də. Bax bu nöqtədə, bu orta nöqtədə belə deyək.
Burada transfer olur. Bu transfer qoşmaq üçün də yoğun koaksial. Lap elə perpendikulyar nöqtədə. Amma uc nöqtəsində nazik kabelləri şəbəkə kartı ilə birləşdirmək üçün konnektor olur. Yəni konnektor kompüterə lap yapışıq olur, transfer uzaqda olur biraz ona. Aydındır? Yəni lap yerində dedim sizə göstərim, biləsiniz nə var. Yaxşı. Bu iki qurğunu da danışdıq. İndi keçirik növbəti qurğumuza. Növbəti qurğumuz repeaterdir. Repeat təkrarlanmaqdır bildiyiniz kimi. Bu böyük bir şəbəkədir. Yəni böyük bir kabeldir gördüyünüz kimi. Bu kabelə birləşik olan kompüterlər var, klientlər var. Repeater bir segmentdən, yəni şəbəkənin bir bölümündən aldığı siqnalı gücləndirir və digər segmentə ötürür. Bu çiftnet yazılanda yoğun koaksial kabelin ingilis dilində adıdır. Deməli, repeater nə deməkdir? İki şəbəkə segmentini, yəni iki şəbəkə bölməsini birləşdirir, qəbul etdiyi siqnalı gücləndirir və yenidən formalaşdıraraq növbəti segmentə ötürür. Şəbəkədə siqnal məsafə artdıqca zəiflədiyi üçün, keyfiyyəti azaldığı üçün bu repeaterə ehtiyac var. OCI modelində keçəndə yadınıza salarsınız, birinci səviyyədə olur, ən alt səviyyədə, fiziki səviyyədə repeaterdən istifadə olunur. Növbəti qurğumuz terminatordur. Terminator enerji uducusu deməkdir. Bax, gördüyünüz bu nöqtələrdə terminatorlar yerləşir. Bunlar nə deməkdir? Bunlar şəbəkənin boş qalan yerlərini bağlamaq üçün şərait yaradır ki, həm məlumat müəyyən bir nöqtədən sonra həm geriyə qayıtmasın, həm də məlumat itkisi olmasın. Həm boş qalan yerlərin torpaqlanması, həm də enerji itkisinin məlumat itkisinin qarşısını almaq üçün nəzərdə tutulur. Terminator qurğusu. Şəbəkənin boş qalan yerlərində təbii ki. Növbəti anlayış host anlayışıdır. Host nə deməkdir? Baxın, eyni şəbəkəyə birləşmiş. Bu şəbəkənin network ID-sini görürsünüz. Şəbəkənin adı 192.168.0-dır, düzdür? Həmin bu şəbəkədə əməliyyat sistemi tərəfindən idarə olunan, şəbəkədə müstəqil IP adresinə malik olan istənilən qurğuya deyilir. Ya da Dövlət İmtahan Mərkəzinin təbirinəcə desək, şəbəkəyə qoşulmuş TCP və IP protokollarından istifadə edən istənilən qurğu host sayıla bilər. Şəkildə də görürsünüz. Bu host belə bir sistemdir. Davam edirik indi topologiyalarla. Topologiya da çox önəmlidir. Topologiya kompüterlərin şəbəkəyə qoşulma qaydasıdır. Baxın, çox maraqlı bir məqamdır. Bilməlisiniz ki, topologiyalar fiziki və məntiqi nöqteyi nəzərdən bölünür. Fiziki topologiya nədir? Məsələn, həndəsi olaraq mərkəzi kabeləmi birləşib, kruqavoydmu, yəni dairəvidirmi, yoxsa ulduzvari formadadır? Buna deyirlər fiziki topologiya. Bir də var məntiqi topologiya. Yəni bunların bir-biri ilə qarşılıqlı əlaqəsi necədir? Məsələn, mərkəzi serverdirmi, yoxsa dediyim kimi bayaq bir raqlı şəbəkədirmi, yoxsa mərkəzi serverə bağlı olsa da vahid kabeləmi bağlıdır? Yəni işin gözlə görülə bilən hissəsi, həndəsi hissəsi fiziki topologiyadır. İşin qarşılıqlı əlaqəsi, yəni məntiqi əlaqəsi, yəni əlaqələr necə gedir? Məlumatların ötürülməsi hansı qaydalara əsasən gedir? Buna deyirlər məntiqi topologiya. Yadınızda olsun. Fiziki topologiyalar bölünür bir neçə yerə. Onların da ən əsas 3 dənəsi var. Şin topologiyası, halqavari və ulduzvari topologiya. Bundan əlavə tam topologiya, ulduz halqa, ulduz şin və ağacvari topologiyalar da mövcuddur. Bir-bir tanış olacaq. Şin topologiyası ingilis dilində avtobus topologiyasıdır, bas topologiya. Necədir burada vəziyyət? Mərkəzi koaksial kabel var. Bu koaksial kabel boyunca paralel şəkildə mərkəzi kabelə həm də magistral deyilir. Həmin bu mərkəzi kabelə paralel olaraq soldan və sağdan qurğular birləşir. Bu topologiyada istənilən zaman anında ancaq bir kompüter siqnal ötürə bilər. Çünki əgər eyni zamanda birdən çox kompüter siqnal ötürsə, içəridə xaos yarana bilər. Yəni siqnalların üst-üstə düşməsi informasiya təhrifini gətirib çıxarır. Aydın oldu? Deməli, burada iki dənə önəmli ifadə var, əzbər bilməli olan. Birinci, şin topologiyasında paralel olaraq vahid magistrala birləşdirilir və bu topologiyada istənilən zaman anında ancaq bir kompüter siqnal ötürə bilər. Digərləri gözləməlidir, yəni növbəli şəkildə olmalıdır da bu. Şin topologiyası ilə bağlı müsbət və mənfi cəhətlərdən danışaq. Bu da bir animasyon olub, ardıcıllıq xətası olub, bir dənə mən onu düzəldim. İndi davam edə bilərik.
Şin topologiyasının müsbət və mənfi cəhətləri. Müsbət cəhətlərdən başlayaq. Birinci müsbət cəhət odur ki, mərkəzi abonent yoxdur. Məsələn, ulduz topologiyasında mərkəzi abonent var və şəbəkənin etibarlılığı bundan asılıdır. Bu sıradan çıxdı, şəbəkə işini dayandırır. Aydındır. Amma burada belə şəbəkəyə mərkəzi abonent yoxdur. Görürsünüz, düzdür, burada da server var. Görürsünüz, server var. Amma bu mərkəzi abonent deyil. Şəbəkənin etibarlılığı artıqdır. 2. Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir göstərmir. Həmin sıradan çıxan kompüterin yerinə bir dənə terminator bağlayaraq şəbəkə öz işini davam etdirir. Sonra, şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır və şəbəkə kartları digər ulduz və halqaya baxanda daha ucuzdur. Bu üstün cəhətlər. İndi mənfi cəhətlər. 1. Əsas mərkəzi kabel zədələnsə şəbəkə işini dayandırar. Bəli. Uzun rabitə xətlərində terminatorlardan istifadə edilməlidir. Bu terminatorsuz işləmir deməkdir də. Yəni terminator olmasa bu topologiyanı demək olar qurmaq olmaz. Qurarsan, yəni lap böyük şəbəkələrdə tez-tez terminatorlara ehtiyac var. Çünki əgər terminator olmasa enerji itkisi baş verəcək ortalıqda. Üçüncü mənfi cəhət isə odur ki, şəbəkənin uzunluğunu artırmaq üçün əlavə segmentlər istifadə olunur ki, bu da hər biri ayrıca şindi, yəni ayrıca yepyeni bir şəbəkə qurmalısan. Yeni bir şəbəkə segmenti varsa, onun da öz elementləri olmalıdır. Bu da mənfi cəhətlərdir. Növbəti topologiyamız halqavari topologiyadır. Burada gördüyünüz kimi şəbəkə bir istiqamətli qapalı rabitə xətləri üzərində qurulur. Məsələn, əgər kompüterləri belə düyün nöqtələri üzrə belə deyək, nömrələyəsi olsa, məsələn, bu 1, bu 2, 3, 4, 5, 6 olsa, biz kompüterləri bir-birinə qoşanda əvvəldən istiqaməti özümüz seçməliyik. Düzdür, məcbur deyiləm həmişə saat əqrəb istiqamətində olsun. Mənim şəxsi istəyimə görə ya saat əqrəb istiqamətində, ya saat əqrəbinin əksi istiqamətində ola bilər. Amma burada bir məsələ var ki, gərək istiqaməti əgər seçmişəmsə, hər hansı bir istiqamət, onda ona riayət edin. Yəni, məsələn, mən saat əqrəb istiqamətində seçmişəmsə, onda birinci kompüter bilavasitə ikinciyə göndərə bilər. İkinci üçüncüyə, üçüncü dördüncüyə bu şəkildə. Yəni, birinci altıncıya yaxındır, mən ona göndərim, mümkün deyil. Əgər saat əqrəb istiqamətindəsə, buna icazə verilmir. Aydındır. Əksi istiqamətindəsə, olar, problem yoxdur. Halqavari topologiyanın müsbət və mənfi cəhətləri. Müsbət cəhətləri. 1. Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır. Bu şində qabağa düşürük bir növ bu mənada. Həm də şəbəkənin etibarlılığına təsir göstərir. Artıq yükləmələrə ən dayanıqlı topologiyadır. Çünki burada mərkəzi abunəçi yoxdur. Üçüncü, hər bir kompüter məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir. Bu da həmin o artıq yükləmələrə məruz qalmaması üçündür əsasən. Mənfi cəhətləri də təbii ki var. Birinci mənfi cəhəti, hər bir kompüter informasiya ötürməsində iştirak edir. Yəni, əgər hansısa bir kompüter sıradan çıxarsa, şəbəkə öz işini bilavasitə dayandıracaq. Bu önəmli məsələdir. 2. Şəbəkə adapteri daima işçi vəziyyətdə qalmalıdır. Yəni, o quruqda olan kompüterlərin hər hansı birini söndürmək olmaz. Çünki ötürmədə onlar iştirak edir. Və hər bir kompüterə 2 kabel çəkilməlidir. Yəni, bir ona gələn məlumat, bir ondan gedən məlumat. Bunlar müsbət və mənfi cəhətlər idi. İndi keçid alırıq növbəti ulduzvari topologiyaya. Bu topologiyada təbii ki, şəbəkə mərkəzi qovşaq üzərində qurulur. Kompüterlər arası informasiya mübadiləsi və şəbəkənin idarə olunması mərkəzi qovşaq tərəfindən həyata keçirilir. Qovşaq kimi hub, switch, server ola bilər. Üstün cəhəti mübadilənin idarə olunması və sadə olunmasıdır. Bir də mənfi cəhətlər var təbii ki. Birinci, şəbəkə avadanlığının baha olması, ikinci isə şəbəkənin əsas etibarlığının mərkəzi qovşaqdan asılı olmasıdır. Mərkəzi qovşaqda kompüter olsa aktiv ulduz, hub olsa, switch olsa pasiv ulduz adlanır. Növbəti şəbəkələr haqqında yüngül məlumatınız olsa görüntü ilə bağlı kifayətdir. Bax, gördüyünüz ağacvari topologiyadır. Burada da düyün nöqtələrin üzrə hər bir alt səviyyə üst səviyyədən asılıdır. Əgər düyün nöqtələrində kompüter varsa aktiv ağac, yox, hub varsa və yaxud da switch varsa bu pasiv ağacdır. Bunlar ise hibrid topologiyalardır. Bunların da görüntüsü ilə bağlı məlumatınız olsun. Çünki artıq bunlardan da qəbula sual düşə bilər. Şəkilli sual ən azından düşə bilər. Gördüyünüz kimi burada mərkəzi
şindir və ona bağlı olan ulduzlar var. Buna deyirlər starbus, yəni ulduz şin. Bu halqa şindir. Halqa ulduzdur. Gördüyünüz kimi halqavari həm də ulduzdur. Bu tam topologiyadır. Bu isə tam hibriddir. Yəni içərisində ulduzu da var, halqası da var, şini də var, meşi də var. Aydındır. Bunlar şəkilli formada düşə bilər. Ona görə şəkillərin yəni göz önündə saxlayın. Gəldik ki, lokal şəbəkə texnologiyalarına. Deməli, topologiya ilə texnologiyanın fərqi nədir? Topologiya kompüterlərin şəbəkəyə qoşulma qaydasıdır. Texnologiya isə bu şəbəkəyə qoşulma ki, tutaq ki, hansısa bir mən tutmuşam ağlımdakı şin topologiyasını quracam. Həmin şin topologiyasını qurmaq üçün müəyyən standartlara riayət etmək lazımdır. Yəni bir növ belə demək olar. Texnologiyalar topologiyaların qurulması üçün nəzərdə tutulmuş qaydalardır, standartlardır. Birinci standartımız Ethernetdir. Ethernet standartında istifadə olunur şin topologiyasından gördüyünüz kimi. Mərkəzi misnaqil, yəni həmişə dediyimiz kimi. Və məsələn, normal kompüterlər, normal şəbəkələrdə qoşulan kompüterlərə biz klient deyiriksə, işçi stansiya deyiriksə, Ethernet texnologiyasında qoşulan kompüterlərə nod deyilir, nod adlandırılır. Yadınızda olsun, nod. Və Ethernet texnologiyasında nələr mövcuddur? Bu texnologiya 802.3 standartlarına tabedir və bu standartlar əsasında da gördüyünüz kimi topologiyamız şindir. Əgər şin topologiyasıdsa, ötürmə mühiti kabel, koaksial kabel olmalıdır. Ötürmə sürəti 10 megabitə qədərdir. Bundan sonra deyəcəklərimin, belə deyək, o qədər çox böyük önəmi yoxdur. Yəni qəbulda düşünmürəm ki, oradan sual düşər. Amma yenə də ehtimaldır. Mən ehtimalları nəzərə saxlayıb onları da deyirəm. Şinin maksimal uzunluğu, yəni o mərkəzi kabelin maksimal uzunluğu 5 kilometr ola bilər. Şəbəkə segmenti, yəni o şəbəkəni ki, bölmələrə bölmüşük, o bölmələrin hər birinin uzunluğu 500 metrə qədər ola bilər. Abunəçilərin maksimum sayı 1024, bir segment, yəni bir 500 metrdəkilərin sayı isə 100-ə qədər ola bilər. Burada dediyim kimi əsas önəmli ilk 3 ifadədir. İlk 3 ifadə. Növbəti texnologiyamız fast Ethernetdir. Ora qədər isə Ethernet şəbəkəsində istifadə olunan kabellərdən danışmaq istəyirəm sizə. Burada 10 base 5, 10 base 2, 10 base T və 10 base F kimi kabel növləri var. Bunların hər birində 10 sürəti bildirir. Base əsas tezliklər zolağında ötürməni bildirir. Burada digər rəqəmlərin hər birinin özünə məxsus mənası var. Məsələn, 5 onu bildirir ki, bu nazik koaksial, üzr istəyirəm, yoğun koaksial kabeldir, yəni 1 santimetrdir, 0,5 düym təxminən. Yoğun koaksial kabeldir və 500 metr məsafəyə ötürə bilər. 2 onu göstərir ki, nazik koaksial kabeldir və 200 metr ötürər maksimum. 10 base T onu bildirir ki, bu UTP-dir, yəni ekranlaşmamış burulmuş cütdür. Bilirsiniz, 100 metrə ötürə bilir. 10 base F, bu da optik lifli kabeldir. O da nə qədər ötürə bilir? 2 kilometrə. Düzdür, 100 kilometrə qədər ötürür, amma bu lokal şəbəkə üçün 2 kilometrə qədər ötürə bilər. Davam edirik. Ethernet şəbəkəsinin bitəndən sonra fast Ethernetdən danışırıq. Burada da çox uzun danışmayacağıq. 2 dənə cümləmiz var deyəsi. Birinci ondan ibarətdir ki, fast Ethernet hibrid topologiya olan ulduz şin topologiyasından istifadə eləyir. Sürəti isə 100 megabitdir. Bu qədər bizim üçün kifayət edicidir. Növbəti token ringdir. Token ring texnologiyasında gördüyünüz kimi halqavari topologiyadan istifadə olunur və halqavari topologiya haqqında dediyimiz bütün ifadələr bura aiddir. Burada token, yəni markerdən istifadə olunur. Baxın, token budur. Görürsünüz, orada da qəpik var. Bu sarı qəpik şəkildə, belə bir formada görsənir. O, bu forma ox işarəsindən göstərim sizə. O marker sayılır. Marker nə deməkdir? İçində xidməti məlumatlar olan paketdir. Token də deyə bilərsən. Şəbəkədə hansı kompüter bu markeri əldə eləyibsə, o öz məlumatını ötürə bilmək hüququ qazanır. Aydındır, kimdə marker varsa, o məlumatını göndərə bilər. Halqavaridir. Token ring ilə bağlı nələri bilməliyik? 1. Halqavari topologiyadır. Kabel UTP-dir, yəni qorunmayan burulmuş cütdür. Ötürmə sürəti 4 megabitdən 16 megabitə qədərdir. Digərlərini görürsünüz, qara rəngdən vermişəm. Yenə məlumatınız olsa yaxşıdır. Abunəçi ilə xab arasında məsafə 45 metr,
Xablararası məsafə yenə 45 metr. Abunəçilərin maksimum sayı 96, xabların maksimum sayı 12-dir. Əsas ilk üçünə dediyim kimi diqqət edirsiniz. Növbəti FDDI-dir. Bu 2 qat halqadan ibarətdir gördüyünüz kimi. Sürəti 100 megabitdir, çünki çoxmodalı fiberoptik kabeldən istifadə olunur. Halqavari topologiya, çoxmodalı fiberoptik kabel, ötürmə sürəti 100 megabit. Şəbəkə dairəsinin uzunluğundan davam edəcəyik. Bu 20 kilometrdir. Yəni maksimum 20 kilometr əhatə edə bilər. Abunəçilər arasında məsafə 2 kilometr. Abunəçilərin sayı maksimum 1000 nəfər və müraciət üsulu halqavari olduğu üçün markerlidir. Yəni dediyim kimi də token məsələsi. Hansında marker varsa, biri o birinə məlumat göndərə bilər. Növbəti 100 VG Enilandır. Bu texnologiyadakı 100 bizə kömək eləyir ki, bilək 100 megabitdir sürəti. Şəkildə gördüyünüz kimi ulduzdur, amma genişlənmə imkanı olan ulduzdur. Və burada da istifadə olunur 802.1 standartlarından. Burada da nəyə diqqət edirsiniz? Kabel optik lifli yaxud 4 qat UTP, topologiya dedik genişlənmə imkanı olan ulduz, sürət 100 megabit. Müraciət üsulu ulduz olduğu üçün necə olmalıdır? Mərkəzləşdirilmiş qaydada vahid mərkəzlə. Bir də bu axırıncı o qədər önəmli deyil, yəni yazmışam. Xabla, yəni konsentratorla abunəçi arası və konsentratorların öz aralarında məsafədə 100 metr ola bilər. Sonuncu texnologiyamız ArcNet-dir. Bu da elə bu səhifə ilə yekunlaşır. Burada gördüyünüz kimi ulduz topologiyasıdır. Nisbətən ucuzdur, etibarlı qıvraq arxitekturadır. 2,5 megabit sürətə malikdir. Hər 3 kabeldən istifadə oluna bilər. Topologiya görürsünüz ulduzdur. Ümumiləşdirmək üçün sizə belə bir cədvəl yerləşdirmişəm kömək üçün. Gördüyünüz kimi bu cədvəldə siz müxtəlif texnologiyaların topologiyalarını, onların kabellərini, ötürmə sürətlərini və istifadə olunan standartları görə bilərsiniz. Bu da sizin işinizi rahatlaşdıracaq öyrəndikdə. Artıq bitiririk yavaş-yavaş. Artıq yekunlaşdırmağa cəmi gördüyünüz kimi 4 səhifəmiz qaldı. OCI modelindən sizin üçün danışmaq istəyirəm. OCI modeli nədir? OCI modeli deməli açıq sistemlərin qarşılıqlı təsir modelidir. Və bu model niyə yaradılıb? Yəni bu modelin yaranma zərurəti nə idi? Deməli 80-cı illərdə bütün dünyada kompüterlər ki yaradılmağa, istehsal olmağa başladı. Artıq bu sistemlər arasında məlumatların standartlaşdırılması mümkünsüz oldu. Yəni bir modeldən digər modelə, bir sistemdən digər sistemə məlumat göndərmək problemi yarandı. Ona görə də Beynəlxalq Standartlaşdırma İnstitutu 1983-cü ildə bütün dünyada olan qurğular üçün belə bir standartlar nəzərdə tutdu. OCI deyilən modeldir. Bu model məlumatları göndərmə və qəbul etmək üçün 7 qat üzrə izah eləyir. Bu qatlar gördüyünüz kimi aşağıda fiziki səviyyədən başlamaqla yuxarıda tətbiqi səviyyə qədər olur. Yuxarıdakı 3 səviyyə proqram səviyyəsidir. Yəni bu səviyyələrdə işin icrası protokollar tərəfindəndir. Aşağıdakı 3 səviyyə isə aparat səviyyəsidir. Bu səviyyələrdə işin icrası qurğular tərəfindən icra olunur. İki səviyyə arasında əlaqəni isə nəqliyyat səviyyəsi təmin eləyir. Nəqliyyat səviyyəsi məlumatın tam və düzgün çatmasını təmin edir. Yaxşı, bizim belə bir cədvəlimiz var. Bu cədvəl çox önəmlidir və dəfələrlə qəbulda bununla bağlı sual düşür. Deməli, ən üst səviyyə tətbiqi səviyyədir. Məsələn, biz elektron post göndərmək istəyirik kiməsə. Bunun üzərindən biraz danışmaq olar. Həmin bu tətbiqi səviyyədə semantika təyin olunur. Yəni, məsələn, mən məktub göndərəndə ola bilər, məktubu alacaq adamın adını, soyadını səhv yazmışam elektron postda, yaxud məktubda müəyyən limitləri aşmışam. Bu səhvlər aşkarlanır və bizə təklif olunur. Hələ məktub getməmişdə. Deməli, belə çıxır ki, tətbiqi səviyyədə semantika, yəni məlumatların tamlığı idarə olunur. Semantika bu mənaya gəlir. Yəni, hərfi mənada semantika bu deməkdir. Sonra növbəti səviyyədə artıq ki, məlumat məndən çıxır, gəlir çatır nümayiş səviyyəsinə, yəni təqdimat səviyyəsi deyə bilərsən. Bu səviyyədə məlumat ümumi formata gətirilir, şifrələnir, ASCII və yaxud Unicode koduna gətirilir, sıxlaşdırılır və ümumi sintaksiz qəlibə salınır. Ona görə burada əsas sözümüz sintaksis ifadəsidir. Növbəti mərhələdə
bizim o sintaksis nümayiş səviyyəsindəki məlumatlar şifrələnib tam hazır hala gətirilib. Seans səviyyəsi özündən yuxarıdakı səviyyələrlə aşağı səviyyələr arasında dialoqu təmin eləyir və növbəti mərhələdə nəqliyyat işə girir. Nəqliyyat nümayiş səviyyəsi tərəfindən hazırlanmış o məlumatları, sıfırlar, birlər şəklində olan məlumatları paketləyir və paketlənmiş məlumatları verir şəbəkəyə, şəbəkə səviyyəsinə, yəni özündən alt səviyyəyə də. Deməli, nəqliyyat səviyyəsi məlumatları paketlədi və hazır paketləri verdi şəbəkəyə. Şəbəkə nə edir? Paketləri alır, qəbul eləyir və ötürmə prosesinə o özü, yəni sahiblik edir. Yəni o marşrutlayıcıdır, A nöqtəsindən B nöqtəsinə çatdırır. Bu A nöqtəsindən B nöqtəsinə məlumatın ötürülməsi zamanı prosesə nəzarəti də nəqliyyat eləyir. Və bilirsiniz də qəbulda sizə sual düşmüşdü ki, TCP protokolu nə üçündür? O nəqliyyat səviyyəsinindir axı. Tərif necə idi? Verilənlərin paket şəklində ötürülməsinə nəzarət edir və son nöqtədə məlumatların alınıb alınmadığına cavabdehlik eləyir ki, yəni A nöqtəsindən B nöqtəsinə göndərdim. Gedim görüm çatdımı B nöqtəsinə? Cavabdehlik daşıyır ona. Şəbəkə səviyyəsində IP protokoldan istifadə olunur və onun qurğusu da ruterdir. Kanal səviyyəsi, bu kanal səviyyəsində biraz sıxıntı var dostlar. Nədir? Məsələn, kanal səviyyəsində belə ümumi anlamda danışırıq ki, məsələn, məlumat artıq gəlib digər şəxsin kompüterinə çatıb, onda məlumatlar baytlar ardıcılığı şəklində ötürülür, səhvlər haqqında əgər varsa xəbərdarlıq edilir. Düzdür? Və fiziki səviyyədə də həmin baytlar səviyyəsinə qədər gələn məlumat bitlər səviyyəsinə qədər gəlir, fiziki şəkildə şəbəkə qurulur və digər şəxsə məlumat çatır. Amma burada incə bir detal var. İncə detal nədən ibarətdir? Dövlət İmtahan Mərkəzi bu məsələyə toxunur və onu dövlət qulluğu qəbulunda da istifadə edir. Bunu mən yadınıza gəlirsə sizə konspektlər göndərəm mütəmadi olaraq. O konspektlərin birində bu məsələyə xüsusilə toxunmuşdum. OSCE modelinə, lokal şəbəkə ilə bağlı. Orada qeyd eləmişdim ki, şəbəkə səviyyəsində paketlər A nöqtəsindən B nöqtəsinə ötürülür və s. Sonra demişdim ki, qeyd eləmişəm ki, kanal səviyyəsində verilənlər blokları etibarlı ötürməsini təmin edir. Və burada bir şey qeyd olunub ki, ötürülmüş verilənlər blokunda səhvlərin aşkar olunması, səhvlərin düzəlişləri falan və axırda verilənlərin bərpa edilməsi üçün verilənlər blokunun əvvəli və ya sonunda müəyyən sayda idarəedici bitlər yerləşir. Baxın, diqqətli olun. Əgər ki, sən testdə görürsən ki, idarəedici bitlər yerləşir, bu ifadə aiddir kanal səviyyəsinə. Yox, əgər sən sualda görürsən qeyd olunub ki, məlumatlar iki obyekt arasında bitlər ardıcıllığı şəklində ötürülür. Onda cavab nə olacaq? Fiziki səviyyə. Yəni bu iki məsələyə xüsusilə diqqət eləyək, çünki dediyim kimi dövlət qulu qəbulunda bu məsələ xüsusilə qabardılıb. Bir də protokollara diqqət eləyin. Mən demirəm hamısını əzbərləyin. Əsas protokollar SMTP, IMAP, POP3 bilirsiniz bu elektron post üçündür. HTTP veb səhifələrə əlçatanlığı təmin etmək üçün, FTP də faylların ötürülməsi üçündür. Bu 3 burada 5 dənə protokol tətbiqi səviyyə. Heç seans lazım deyil. Nəqliyyat səviyyəsi TCP-ni bilsən kifayətdir. Şəbəkə IP kifayətdir. Qurğularda da tətbiqi nümayiş seans nəqliyyatda şülüzlər var. Bunlar funksional şülüz deyil, yəni proqram şülüzləridir. Protokol şəklində olan şülüzlərdir. Yəni gözlə görüb əllə toxuna biləcəyin şülüzlər deyil. Amma kanal səviyyəsindəki şülüz funksional şülüzdür. Gözlə görüb əllə toxuna biləcəyin şülüzdür. Şəbəkədə ruterdir, çox düşüb qəbula ki, hansı cihazdır ki, yalnız şəbəkə səviyyəsində işləyir. Ruterdir. Kanal səviyyəsi üçün olan, sırf kanal səviyyəsi üçün olan başqa qurğular da var. Switch, NIC, yəni şəbəkə adapteri, bridge. Fiziki səviyyədə isə repeaterlə hub yerləşir. Yəni bu cədvəl həddindən artıq önəmlidir. Tez-tez qəbulda buna istinad olunur. Və nəhayət sonuncu səhifə ilə günü iki yekunlaşdırırıq. Bu da TCP/IP arxitekturasıdır. Bu daha müasir arxitekturadır, yəni OSCE ilə müqayisədə daha sonrakı illərdə yaradılıb. Bu arxitektura haqqında mən sizin üçün çox uzun danışıb sizi yormayacağam. Qəbula düşə biləsi səviyyəsi nədir? TCP/IP arxitekturası hansı səviyyələrdən ibarətdir? Fiziki, şəbəkə, internet, nəqliyyat tətbiqi. Hansı səviyyələr OCI-də var, burada yoxdur? Nümayiş,
Seans, kanal. Nümayiş, seans, kanal. Hansı səviyyədir ki, burada var, amma OCI-də yoxdur? O da internet səviyyəsi. Aydındır. Bu şeyləri videoya baxanda qeyd eləyin. Özünüz də PDF əlinizdə də yanbayan qoyub OCI modeli ilə fərqinə baxa bilərsiniz. Yəni o səviyyələrlə bağlı. Bu qədərdir. Videoroliki saxlayacağam. Əgər kiminsə sözü olarsa mən